Salam, uşaqlar. Bugün natural ədədlər mövzusunun 3-cü bölməsini sizlə birlikdə işləyəcəyik. Əvvəla yenə deyirəm, yazılarda müəyyən bir hərf səhvi varsa uşaqlar üzrü sayın. Süni intellektlə şəffaf elədim ki, yəni üzündən rahat görsənsin. Gəlin baxaq uşaqlar birinci suala. Birdə nə deyir? Deyir x-in yerinə hansı rəqəmi yazdıqda bu ədəd 9-a tam bölünür. Uşaqlar 5, 3, x, 8, 6, x, 3 ədədi. Əgər 9-a tam bölünür deyirsə, 9-a tam bölünür deyirsə, uşaqlar 9-a bölmə qaydası nədir? Rəqəmlərin cəmi 9-a bölünməlidir. Məsələn, burada gəlin bu ədədin rəqəmlərin cəmini toplayaq. Bu belə bir ədəddir. Rəqəmlərin cəmini topladıq. 5 üstə gəl, 3 üstə gəl, x üstə gəl, 8 üstə gəl, 6 üstə gəl, x üstə gəl, bir də 3. Uşaqlar 5 ilə 3-ün cəmi 8. 8 üstə 8 gəl 16. 16 üstə gəl 6, 22. 22 üzərinə gəl 3, 25. Ədədləri topladıq 25. X-ları da 2 dənə x-i da toplasaq 2x verəcək. Deməli bu sürət oldu 25 üstə gəl 2x. Məxrəci ilə 9 qalır. Deməli tam bölünür. Burada uşaqlar x-in yenə 1 yazsaq, 1 yazsaq. X-in qiyməti bir dənə 1-dir. X-in yenə 1 yazsaq. Çünki x burada uşaqlar 0-dan 9-a qədər rəqəmdir. Baxın, x burada 0-dan 9-a qədər rəqəmdir. X-in yenə 1 yazsaq, 25-in üzərinə 2-ni 1-ə vur, 2 gəlsək 27. 27-ni eyni uşaqlar 9-a bölsək, bir də 3 verir. Bəli, deməli burada x-in yerinə 1 yazmalıyıq ki, həmin ədəd 9-a tam bölünsün. Və yaxud da belə də yazmaq olar. Bu ədədləri toplasaq üstə 25, burada 2 dənə 1 yazsaq 27 bəli 3-ə bölünür. Deməli x-in yerinə hansı rəqəm yazılarsa 1 yazılarsa. Bir də cavab oldu B variantı. Gəlin ikinci suala baxaq. Uşaqlar ikinci sualda nə deyir? İkinci sualda deyir ki, A ədədi 10-a böldükdə natamam qismətdə C. Yəni bu olsun bizim qismətimiz. Qismətdə C. Qalıqda isə 8 alınır. Bu da olsun qalıq. Qalıq da 8 alınır. Deyir A ədədinin 5-ə bölünməsindən alınan natamam qismət tapın. A ədədinin 5-ə bölünməsindən alınan natamam qisməti tapın. Uşaqlar bizim belə bir qaydamız var. Bölünən A hər zaman nəyə bərabərdir? Böləni vururuq qismətə, onu vururuq C-yə, üzərinə gəlir qalığa. Deməli A ifadəsi 10C üstə gəl 8-dir. Deyir A-nın 5-ə bölünməsindən alınan qismət tapın. Uşaqlar A-nın 5-ə bölünməsindən alınan qismət deyəndə aparıb A-nın yerinə yazaq 10C üstə gəl 8. 10C üstə gəl 8 bölək 5. Bunu hər tərəfli uşaqlar 5-ə bölsək, yəni 10C-ni də 5-ə böl, 8-i də 5-ə bölsək, nə olacaq? 10C-ni 5-ə bölsək bizə verəcək 2C üstə gəl və 8-in içində uşaqlar 5 bir dəfə küçəcək və qalıq da 3 olacaq. Qalıq da 3-dür. Yəni 1 tam belədir də 8-i 5-ə böləndə uşaqlar 1 tam 5-də 3-dür. 1 burada tam qiymətdir. Və 5-də 3, bu 3-də qalıqdır. Bizə qalıq isə lazım deyil. Bizdən qismət soruşur. Bunun qismətdə 2C üzərinə gəl 1-dir. Yəni B variantı. Bu ikinci sualın cavabı olacaq B variantı. Və yaxud da A-ların yerinə rəqəm ədəd yazmaqla da yazmaq olar. Məsələn, A-nın yerinə belə fikirləşin 18 yazsaq özümüzdən yazaq. A-nın yerinə 18 yazsaq qismətimiz olur 8. Yəni C-nin qiyməti 8-dir. A-nın yerinə 18 yazsaq 18-i 5-ə böləndə qismətdə olar 3 olur. Deməli bizim qismətimiz 3 olmalıdır. C-nin hansı qiymətində? 8 qiymətində. Variantlara baxın. C-nin 8 qiymətində qisməti 3 olan, deyən görün, mən nəyə səhv dedim? Yəni niyə qismət 8? 18-i 10-a böləndə qismətimiz 1-dir. Qismət 1-dir. Yəni C-nin qiyməti 1-dir. Deməli 18-i 10-a böləndə qismətimiz C-miz 1-dirsə, 18-i 5-ə böləndə qismətimiz 1 verir. Qismətimiz 3-ü verir. Uşaqlar qismət 3 C-nin hansı qiymətində olur? 1 qiymətində. Variantlara baxın. Hansı variantda C-nin yenə 1 yazsaq 3-ü verir? B variantında. Ona görə 2-də cavab olacaq B variantı. Keçən növbəti suala. Uşaqlar növbəti sualda nə deyir? Növbəti sualda deyir ki, yəni 3-cü sual oxşardır. 4-ə baxaq. Deyir natural ədədi 21-ə bölsək. Uşaqlar bu 21-dir. Yazda səhvlik var. Deyir natural ədədi 21-ə böldü. Uşaqlar natural ədədimiz bilmirik nədir? X-dir. Ədədimiz olsun X. Natural ədədi yəni X-i 21-ə böldükdə deməli qalıqda 16 alınır. Qismət yox uşaqlar, qalığı deyir. Qalıq 16-dır. Gəlin buranı silək. Yuxarıda qalıq yazaq. Qalığımız 16-dır. Və bu ədəd deyəndə uşaqlar, bu ədəd isə yəni x-dan söhbət gedir. Bu ədədi yəni x-i 7-yə böldükdə alınan qalığı tapın.
Qalıq sual. Şöyle x-in yerinə özümüzdən elə bir ədəd yazaq ki, qalığımız 16 olsun. Məsələn, qismət ən kiçik qismət 1 ola bilər də. 21-i 1-ə vursaq, özümüzdən ədəd yazdıq 21 və 21-in də üzərinə 16 gəlsə, uşaqlar 37-ni verər. Onda bizim əgər ədədimiz 37-dirsə, bəli, 37-ni 21-ə böləndə bir dəfə küçür qismət. Qalıqda 16-dır. Deməli bizim ədədimiz 37-dir. Gəlin həmin ədədi, yəni 37-ni 7-yə bölək görək qalığımız neçə olur? 37-ni 7-yə bölsək 5 dəfə küçəcək. Qalığımız da olacaq 2. Və bizdən də qalığı soruşur da 2. Cavab olacaq 4-də A variantı. Uşaqlar hansı ədədi yazırsınız, yazın. Bu ardıcılıqla yazsa doğru cavaba gəlib çıxacaq. 4-də cavab oldu A, 5 oxşardır. Gəlin növbət sual. Uşaqlar 6-da nə deyir? 6-da deyir ki, 6 rəqəmli belə bir ədəd var uşaqlar. 732 16A. Deyir bu ədəd əgər 6-ya bölünməsi üçün, 6-ya bölünməsi üçün deyəndə, yəni 6-ya tam bölünməsi üçün A-nın mümkün qiymətlərinin cəmini tapın. A-nın mümkün qiymətlərinin cəmini tap suala. Uşaqlar 6-ya bölmə qaydası nədir? Həm 6-nı 3 vuraq 2 kimi parçalasaq, həm 3-ə bölünməlidir, həm də 2-yə bölünməlidir. Uşaqlar birinci gəlin bu 2-dən başlayaq. Bu ədədin 2-yə bölünməsi üçün A-nın yerində cüt ədədlər olmalıdır ki, sonu cüt olsun, 2-yə bölünsün. Deməli A-nın yerində 0, 2, 4, 6 və 8 olmalıdır. Və 3-ə bölmə, A-nın yerində olduğu ədədlər bu. Bəs 3-ə bölmə qaydası nədir? Rəqəmlərin cəmi 3-ə bölünməlidir. Uşaqlar, baxın, buradan bura qədər rəqəmlərin cəmi neçədir? 7 ilə 3, 10, 2 burada 12, 1 burada 13, 6 burada 19. 7-dən 6-ya qədər toplasaq rəqəmlərin cəmi 19 plus A-dır. Deməli bu ədəd 3-ə tam bölünməlidir uşaqlar. 6 qalsın, hələ 3-ü yazaq. 3-ə tam bölünməlidir. İndi A-nın yenə hansı rəqəm yazsaq 3-ə bölünər? Məsələn, A-nın yenə 0 yazsaq 19 3-ə bölünməz. Deməli 0 ola bilməz. A-nın yenə 2 yazsaq, bəli 21-i verər. A-nın yenə 2 yazsaq, hamısını toplasaq 21-i verəcək. 21 həm rəqəmlərin cəmi 3-ə bölünür, həm də sonu cütü 2-yə bölünür. Deməli A-nı yenə 2 yaza bilərik. Bəs A-nı yenə 4 yazsaq uşaqlar. A-nı yenə 4 yazsaq 19 ise 4 gəl 23 3-ə bölünmür. A-nı yenə 6 yazsaq 19 da gəl 6 25 3-ə bölünmür. A-nı yenə 8 yazsaq 19 da gəl 7 27, bəli 27 3-ə tam bölünər. Deməli A-sı 8 ola bilər. Yəni A-nı yenə 2 və 8 yazsaq həm sonu cütdür 2-yə bölünür, həm də rəqəmlərin cəmi 3-ə bölünür. 6-da cavab olacaq. A6-da nəyi soruşur? A-nın mümkün qiymətlərinin cəmi. Uşaqlar A-nın mümkün qiymətləri 2 və 8 isə bunların cəmi də 10-dur. Yəni bu sualın cavabı oldu 10. C variantı. 7 bunu oxşardır. Özünüz yaza bilərsiniz. Eni yenə hansı rəqəmlər yazsaq cəmi 3-ə bölünür. Bu asandır. Gəlin növbəti suala baxaq. Uşaqlar növbəti sual deməli ki, sualdır 8-dir. Uşaqlar 8-də nəyə fikir verirsiniz? Baxın. Deyir bu hasilin qırmızı ilə qeyd edək. Deyir bu hasilin 7-yə bölünməsi üçün nəyə fikir verib? Bu hasilin 7-yə bölünməsində alınan qalığı tapın. Uşaqlar, bax 14777 bura qədər ədədlər 7-yə bölünür. Alınan qalıq neçədir? 6. Deməli bu ədədi 7-yə bölsək, sonda alınan qalıq 6-dır. Bax ikinci arada vuraq vardı. İkinci ədədimiz 14-dür, 7-dir, 7-dir, 7-yə bölünür. Burada sonu 3 ilə qutarma nə deməkdir? Uşaqlar, burada alınan qalıq isə uşaqlar 3-dür. Deməli bu iki ədədin hər birini 7-yə bölsək, birində qalıq 6 olur, birində də qalıq 3 olur. Həmin qalıqları bir-birinə vurub 7-yə bölsək, yenə yekunda alınan qalığı tapa bilərik. 6-nı 3-ə vur 18, 7-yə bölsək 2 dəfə 14, qalığımız 4 olur. Yəni bu sualda cavab qalıqda 4, yəni B variantı. 8-in cavabı oldu B. 9 bunun oxşarıdır. Gəlin 10-cu suala baxaq. 10-cu sualda nə deyir? Deyir XZ vuraq 4YZ. Bu iki rəqəmli ədədə, bu iki rəqəmli ədədə vursaq 7344-ü verir. Uşaqlar, bunun sonu Z-dir, bunun da sonu Z-dir. Sonu hansı ədədləri bir-birinə vursaq sonu 4-dən qutarar. Z-in qiyməti ya 2 olmalıdır. Yəni son rəqəmi 2-ni 2-yə vuranda sonu 4-dən qutarır. Və yaxud da Z-in yerinə 8 olmalıdır. Yəni sonu 8-dən qutaran 2 ədədi bir-birinə vursaq sonu 4-dən qutarar. Deməli Z-in qiyməti ya 2-dir, ya 8-dir. Aha, bunu bildik. Bir də uşaqlar nəyə fikir verir? Baxın, zənn eləyin ki, x-in yerinə minimum 2 yazsaq. Bax, belə təsəvvür edin. X-in yerinə minimum 2 yazsaq, ədədimiz nə olacaq? 2
Deyək ki 0 olsun. 2 0. Ən kiçik qiymət götürək. X-i yenə 2 yazsaq bu ədədimiz 20-dir. 20-ni uşaqlar bu 4 hansısa bir rəqəm olan ədədə vursaq, deyək ki Y-lə Z-dən kiçik götürək. 4 0 0-a vursaq bizə 8000 verir. 8000 nə demək ki olur? 7344-ü aşır. 7344-ü aşdığına görə deməli X-in yerinə ümumiyyətlə 2 yazmaq olmaz. Çünki X-in yerinə 2 yazsaq 20-ni ən kiçik 4-lə vuranda 8000 verir, 7000 aşır. Deməli X-in qiyməti 2 yox. Burada X-in qiyməti 1-dir. Bu X-in qiyməti uşaqlar, X-in qiymətini bildik. İndi X-in yerinə apar 1 yazsaq, Z-in də yerinə 2 yazsaq, Z-i gəlin bir dəfə 2 götürək. X-i 1, Z-in yerinə 2 yazsaq uşaqlar. 2-ni bu ədədə vursaq, bizə 7344-ü verir. Gəlin bu ədədin yerinə bütövlükdə A yazaq. 12-ni, yəni X-in yerinə 1, Z-in yerinə 2 yazsaq, 12-ni 4 Y-Z-in yerinə A yazdım. A-ya vursaq 7344-ü versə, A da nəyə bərabərdir? 7344-ü bölərik 12-yə. Şöyle 73-ün içində 12 6 dəfə düşəcək, 1 qalır 72. 14-ün içinə bir dəfə düşəcək, 24-ün içinə 2 dəfə düşəcək. Onda şolar 12-ni A-nın yerində 612 olacaq. 12-ni gərək 612-yə vuraq ki 7344-ü versin. Burada da A-nın yerində olan ədəd 4-dən başlayıraq, 6 ilə başlamır. Deməli Z-in qiyməti burada 2 deyil. Bu hissəni sildim. Deməli Z 2 deyil. Bəs Z-in yerinə 8 yazsaq uşaqlar, daha da X-in qiyməti 1-dir onsuz da. Z-in yerinə də 8 yazsaq, 18-i deyək ki bu ədəd bilmirik də nədir? A-dır. 18-i A-ya vursaq, bizə 7344-ü verirsə, 18-i A-ya vursaq 7344-ü verirsə, onda A-nın qiyməti 7344 bölək 18-dir. Şöyle 73-ün içində 18 4 dəfə düşəcək, 72 14-ün içində 18 düşmür. 1 0 44-ün içində 8 dəfə. Onda şolar 18 deməli 4-ü 8-ə vurmalıyıq ki 7344-ü versin. Onda artıq baxırıq ki bu da 4-dən başlayır, bu da 4-dən başlayır. Deməli uyğunluq var. Deməli uşaqlar X-in qiyməti 1-dir. Z-in qiyməti bəli olduğu kimi saxladıq 8-dir və burada 4-ü 8, burada da 4 Y 0 versə deməli Y 0-dır, Z-i də 8-dir və Y də 0-dır. Bizdən nəyi soruşur tap? X, Y, Z-in cəmini tapın. X, Y, Z-in cəmini tap deyilsə, X üzərinə gəl, Y üstə gəl, Z-in cəmi, 1 üstə gəl, 8 üstə gəl, 0. Bu da bizə verəcək 9-dur. Yəni bu sualın cavabı oldu uşaqlar 9. Onda cavab oldu Y var. Gəlin növbəti suala baxaq. Növbəti sual. Deməli bayaq biz 10-u yazdıq deyəsən. Deyən görüm. 10 yazdıq. Gəlin 11-ə baxaq. 11-də deyir ki 7x 2 3 və y belə bir 5 rəqəmlədədir. 5-ə böldükdə qalıqda 4 alınır. Deyir həmin ədədi, yəni 7x 2 3 y həmin ədəd 18-də tam bölünürsə. Tam bölündüyünü bilərək x və y hasilini tapın. Sual. Uşaqlar 5-ə bölmə qaydası nədir? Sonu 0 və 5 ilə bitən ədədlər 5-ə bölünür. Amma şərtdə deyil, qalıqda 4 alınır. Sonu 0 ilə qutarsa 5-ə tam bölünəcək, qalıq alınmayacaq. Amma 0-ın üzərinə 4 gəlsə, sonu 4 ilə qutaran ədəd 5-ə böləndə qalıqda 4 olur. Bir də sonu 5 ilə qutarsa ədəd 5-ə böləndə qalıq alınmır. Amma 5-in üzərinə 4 gəlsə, 9-dan qutarsa 9-dur bu. 9-dan qutarsa uşaqlar 9-un içində 5 bir dəfə 4 qalıq qalır. Bəli, deməli y-in yerində ya 4 ya 9-dur. Bunu yazdıq, saxladıq. Deməli y-in qiyməti uşaqlar ya 4-dür ya da 9-dur. Çünki sonu 4 ilə 9-dan bitən ədədlərdə qalıqda 4 alınır. Bəs 18-ə aşağı baxın, həmin ədəd 18-də tam bölünürsə, 18-də bölmə qaydası nədir? Həm 9-a, həm 2-yə bölünməlidir. Uşaqlar 2-yə bölmə qaydası sonu cüt olmalıdır. Sizcə y-in yerinə aparıb 9 yazsaq, sonu cüt olarmı? Xeyr, sonu cüt olmaz. Yəni sonu 9 ilə qutaran ədəd 2-yə bölünməz. Bu ədədin 18-də tam bölünməsi üçün y-in qiyməti hökmən 4 olmalıdır. Bu oldu uşaqlar y-in qiyməti 4. Onda bəs y-in qiymətini tapdıq artıq uşaqlar. Y-in qiyməti 4-dür. 4-dür. Bəs aparıb y-in yerinə 4 yazsaq, rəqəmlərin cəmi 9-a bölünməlidir. Uşaqlar 7-nin üstünə 2 gəl, 9, üstə 3 gəl, 12, üstə 6, üstə 4 gəl, 16. Deməli 7-nin üstünə 2, 10 da üstünə 3, üstünə 4 gəlsək, bizə verəcək 9, 7, 16.
Onda 7, 2, 3, 4'ü toplasaq 16'nı verir. Hökmən x-in yerinə 2 yazmalıyıq ki, 16 ilə də 2-nin cəmi 18'i versin. 18'i versin. Yəni həmin ədəd 9-a bölünsün. Deməli x-in qiyməti hökmən uşaqlar 2 olmalıdır. X-in yerinə 2 yazsaq, y-in yerinə 4 yazsaq, həm 9'a, həm də 2'yə bölünəcək. Deməli x-i 2, y-i 4 isə bizdə də x-dən y-in hasilini soruşur. Hasil olacaq uşaqlar 8, yəni B variantı. Bu oldu 11-ci cavabı B variantı. 12 bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Görək növbəti sualda nə deyir? 13'ə baxaq. Deməli 13'də deyir ki, 3'ə qalsız bölünən natural ədədlər 12'yə böldükdə alına bilən müxtəlif qalıqlar. Uşaqlar 3'ə qalsız bölünən natural ədədləri 12'yə böldükdə, məsələn 3'ə qalsız bölünən ədədlər hansıdır? 3, 6, 9, 3 artır. 12, 15, gəlin biraz artıraq bunu. 18, 21, 24, 27, 30, sonra 33, 36 bu formada gedir. 36, 39, 42, yəni bu formada girəcək. Deyir 3'ə qalsız bölünən natural ədədləri 12'yə böldükdə. Uşaqlar 3'ə qalsız bölünən bu ədədləri 12'yə bölsək, məsələn 3, 6, 9, 12'yə bölünmür. Bu lazım deyir. Məsələn bu ədədi 12'yə bölsək, qalığımız nə olar? Qalıq olar 0. Bu ədədi 12'yə bölsək, bir dəfə qalığımız 3. Bu ədədi 12'yə bölsək, yəni 3'ə bölünən bu ədədləri 12'yə bölsək, alına bilən müxtəlif qalıqlar. Bu ədədi uşaqlar 3'ə bölünən daha doğrusu bu ədədləri 12'yə bölsək, məsələn 18'i 12'yə bölsək, bir dəfə qalıq 6'dır. 21'i 12'yə bölsək, qalıq 9. 24'ü 12'yə bölsək, qalıq 0. 27'ni 12'yə bölsək, 2 dəfə ködə 24 qalıq 3. 30'u 12'yə bölsək, 2 dəfə 24 qalıq 6. Bunu 12'yə bölsək 2 dəfə 24 qalıq 9. Sonra 36'ını 12'yə bölsək 3 dəfə 2 36 qalıq 0. Yəni uşaqlar baxın, ardıcılığa fikir verin. Qalıq 0, 3, 6, 9, 0, 3, 6, 9. Bu ardıcılıqla geçsə yenə 0, 3, 6, 9 olacaq. Yəni alına bilən 13'də deyir ki, alına bilən müxtəlif qalıqlar. Alına bilən müxtəlif qalıqlar uşaqlar 0, 3, 6 və 9'dur. Bu ardıcılıqla gedir. Yəni bütün qalıqlar 0, 3, 6, 9'sa alına bilən müxtəlif qalıqlar 0, 3, 6, 9'dur. Bizdən bunların cəmini soruşulur. Cəmdə neçə olacaq? 18. Yəni bu sualın cavabı deyən görün. Harda səhv yazdım mən 13'də, 13'də. 13'də uşaqlar, 13'də. D variantında, indi burada süni intellektlə bunu düzəltmişəm. Burada 18 yoxdur. 13, 24, 15, 18, 21'də bəli, burada D variantı var. Kitabda da baxsaq görəsiniz. Deməli 13'də uşaqlar cavab olur D variantı. Bu 13-cü sualdır. 14 bunun oxşarıdır. Gəlin 15'ə baxaq. Bunu sildik. Keçək 15'ə baxaq. 10 uşaqlar 5'də nə deyir? 15'də deyir ki, AB ədədini, AB üstü xətt ədədini nəyə bölsək? BA ədədinə bölünməsindən. BA ədədinə bölünməsindən. Alınan natamam qismət vahidə bərabər. Uşaqlar vahid 1 deməkdir. Alınan natamam bu qismət vahidə, yəni 1'ə bərabərdir. Qalıq isə 36'dır. A-nın ala biləcək qiymətlərin cəmini tap. Uşaqlar biz bilirik ki, bölünən, yəni AB üstü xətt hər zaman nəyə bərabərdir? Böləni vururuq qismətə, yəni BA üstü xətti vururuq 1'ə, üzərinə gəlir qalığı 36'nı. Bu bizə verir 10A üstə gəl B. Sağdakı ifadə bizə verir 10B üstə gəl A. 1'ə vursaq elə 15 üstə gəl A-nı verir, bir də üstə gəl 36. Uşaqlar bu 1 A-nı sola aparsaq, mənfi A-dır. Solda müsbət B var və 10B-ni sola aparsaq mənfi 10B-dir. Və sağda da 36 qalır. 10A-dan 1 açıq 9A. 1B-dən 11 çıxanda mənfi 9B. Bərabərdir 36'ya. 9'a böl A, 9'a böl B, 9'a böl 36'ını 9'a böl 4. Deməli A çıx B 4'ə bərabərdir. Bunu bildik. İndi bir də nəyə fikir verin? AB üstü xəttlə BA üstü xətt dediyinə görə A da B-də başlanğıcda gəlir. Onda A ilə B burada 0 ola bilmir, 1-dən 9'a qədər rəqəmdir. Gəlin özümüzdən bir rəqəmlər yazaq. Məsələn, A-ya ən çox 9 yazsam, 9-dan nəyin fərqi 4'ü verir? 9-dan 5'in fərqi. Minimum 8 yazsam, 8 ilə 4'ün fərqi 4'dür. 7 yazsam, 7 ilə 3'ün fərqi 4'dür. 6 ilə 2'nin fərqi 4'dür. 5 ilə 1'in fərqi 4'dür. Və bir də
A'ya 4 yazsaq 4 ilə 0-ın fərqi 4-dür. Burada 5 0 olmur axı. Ona görə ala bilmir. Deməli A'nın qiyməti birdən A'nın mümkün qiymətlərini soruşduq. İndi gəlin uşaqlar, burada belə yazaq da. A'nın qiyməti yuxarını siləm. A'nın qiymətlərini bunu da siləm hamısını. A'nın qiymətlərini tapdıq. İndi apab yerinə necə qoymalıyıq? Bax, ona fikir verin. Baxın uşaqlar, A'nın qiymətləri nə ola bilər? A'nın qiyməti 9, 8, 7, 6, 5 ola bilər. Amma bunların hamısını almır. Niyə? Gəl aşağını silək. Səbəbini görək uşaqlar. Bizə deyir ki, AB üstü xəttdən BA üstü xəttə bölsək, qismətdə 1, qalıqda 36 alınır. Düzdürmü uşaqlar? Gəlin A'nın yerinə birinci 9 yazaq. Uşaqlar A'nın yerinə 9 yazsaq, B'nin qiyməti neçə idi? Deyən 9 sa B'nin qiyməti 9-dan 5 çıx, 9-dan 8-dən 4 çıx, 7-dən 3 çıx, 6-dan 2 çıx, 5-dən 1 çıx. Bəli, A'nın qiyməti uşaqlar 9 olanda aşağıda qeyd eləmişdim. Baxın, gəlin siz bununla bir də qeyd edin qıraqdan, tam görün. A'sı 9 olanda B'si 5'dir, 8 olanda 4'dür, 7 olanda 3'dür, 6 olanda 2'dir, 5 olanda 1'dir. Uşaqlar, bu ifadə, baxın bu ifadədə A'nın yerinə 9 yazsaq, B'nin yerinə 5 yazaq, yəni bunu. 95'i yerlərini dəyiş. 59'a böləndə, bəli, bir dəfə küçür, qalıq 36'dır. Uyğun gəlir. Deməli, bu 9 aldı. A'nın yerinə 8 yazsaq, 85'i yerlərini dəyiş, 58'də bölsək, bəli, bir dəfə küçəcək, qalıq 36 alacaq. Deməli, burada A 8 alır. Və A'nın yerinə 7 yazsaq, 73'ü yerlərini dəyiş, 37'yə böl, bəli, bu səfər bir dəfə küçəcək, yenə qalıq 36 olacaq. Deməli, burada A 7'ni də ala bilir. Amma uşaqlar, A'nın yerinə 6 yazsaq, 62'ni 26'ya bölsək, qismət 1 yox, qismət 2'ni verəcək. 62'nə 26, 2 dəfə 52, qalıq 10 olur. Amma qismət deyir 2 ola bilməz axı, ona görə 7 ilə 3 alır, 6 ilə 2'ni almır. 6 ilə 2'ni almadı. Bir də A'nın yerinə 5, B'nin yerinə 1 yazsaq, 51'i 15'e bölsək 3 dəfə, qalıq da 6'dır. Və burada qismət uşaqlar 1 deyir axı, ona görə burada 5-dən 1-i də almır. Onda A'nın ala biləcək qiymətlər ya 9 olmalıdır, ya 8, ya da 7 olmalıdır. Bir şərtdə bizdən nəyi soruşur? A'nın ala biləcək qiymətlərin cəmi. A'nın ala biləcək qiymətlərin cəmi 9 təcəl 8 təcəl 7'dir. Bunu da cəmi bizə verəcək 24'dür. Yəni A variantı. Bu oldu uşaqlar 24. 15'də cavab oldu A. Keçən növbət suala baxaq. Bunu sildik, keçdik növbəti suala. Növbəti sualda nə deyir? Növbəti sualda deyir ki, baxaq nəyə? 16'ya. 16'da deyir, görüm hərf səhv varsa özümdə düzəldim. Deyir A2, B, bu 6'dır uşaqlar. Burada səhv yaxşı düşmür, bu 6'dır. Deyir A2, B, 6, C belə bir ədəddir. Deyir bu ədəd 12'yə tam bölünürsə. Bizə nəyi soruşur? A üstəgəl, B üstəgəl, C-nin ən kiçik qiymətində. Uşaqlar, bunun üçünün cəmin ən kiçik qiymət olması üçün bunların hər üçü ən kiçik olmalıdır ki, cəm də ən kiçik olsun. Uşaqlar, əvvəla 12'yə bölmə qaydası necədir? 12-ni necə parçalayaq? 4 ilə 3 kimi. Daha doğrusu, bəli, 4 ilə 3 kimi. Burada ən azından, uşaqlar, ən azından. Gəlin birinci 4'ə baxaq. Deməli, 4'ə bölmə qaydasını. Deməli, həmin ədəd həm 4'ə bölünməlidir, həm də 3'ə bölünməlidir. Gəlin birinci 4'ə baxaq. Uşaqlar, C-nin yerinə biz neçə yazsaq, həmin ədəd 4'ə bölünür. 4'ə bölmə qaydası nədir? Son 2 rəqəm 4'ə bölünürsə, həmin ədəd 4'ə bölünür. Uşaqlar, C-nin yerinə 0 yazsaq, sonu 60-dan qutaracaq. Sonu 60-dan qutaran 2 rəqəmlər də 4'ə bölünür. Deməli, C-nin ən kiçik qiyməti 0'dır. 0'dır. Bu 4'ü bildik uşaqlar. 4'ü bildik. Gəlin bir dənə də 3'ə baxaq. Uşaqlar, hələ 3'ü bilmirik də. Bax, zənn eləyək ki, cəmi ən kiçik olmaq üçün B-nin də yerinə ən kiçik 0 yazsaq, özümüzdən yazacaq 0'ı. Onda rəqəmlərin cəmi neçə olacaq? Uşaqlar, rəqəmlərin cəmi A üstəgəl, 2 üstəgəl, 0 üstəgəl, 6 üstəgəl 0 olur və bu da bizə verəcək A üstəgəl 8'dir. Bəs onda B ilə C-nin yerinə 0 yazsaq, A-nın da yerinə ən kiçik 1 yazarıq ki,
rəqəmlərin cəmi 1, 2, 0, 6, 0-ın cəmi, rəqəmlərin cəmi 9-u versin və bu 3-ə bölünsün. Onda A-nın da ən kiçik qiyməti 1-dir. A-nın ən kiçik qiyməti 1, B ilə C-nin ən kiçik qiyməti 0, 0 yazsaq, həm 4-ə bölünür, həm də 3-ə bölünəcək. Onda uşaqlar A, B, C-nin ən kiçik qiymətlərini yazdıq. Bu üçünü toplasaq bizə nə verir? 1-i verir. Yəni 16-nın sualının uşaqlar cavabı oldu 1. Bu da oldu 16-nın cavabı 1. Keçək 17-yə baxaq. 16-nın cavabı 1-dir. Gəlin 17-yə baxaq. Bunu sildim. 17-də nə deyir? 17-də deyir ki, rəqəmləri fərqli olan 2 rəqəmli ədədi 5-ə böldükdə. Baxın, bir dənə 2 rəqəmli ədəd yazaq. Deyir, rəqəmləri fərqli olan bu 2 rəqəmli ədədi 5-ə böldükdə qalıq ən böyük olarsa, uşaqlar, qalıq ən böyük olarsa, bu şərti, burada hərf səhv edib, bu şərti ödəyən neçə 2 rəqəmli ədəd var? Aha. Bu şərti ödəyən neçə 2 rəqəmli ədəd var? Yəni 2 rəqəmli ədəd deyilsə, uşaqlar, AB-lərin sayını soruşdu suala. Uşaqlar, ən böyük qalıq neçə olur? Ən böyük, bir ədədi 5-ə böləndə ən böyük qalıq hər zaman 4 olur, daha doğrusu 4. Qalıq, ən böyük qalıq 4. Ən böyük qalıq 4. Deməli, sonu 0-la 0,05 ilə qutaran ədədlə 5-ə bölünür. Amma qalıq 4 olması üçün 0-ın üzərinə 4 gəl 4, 5-in üzərinə 4 gəl 9. Deməli, B-nin yanında ya 4 olmalıdır, ya 9 olmalı ki, sonu 4 ilə 9 ilə qutaran ədədlər 5-ə böləndə qalıqda 4 eləsin. Deməli, B-nin qiyməti ya 4 ya 9-dur. Bu hissəni sildim. B-nin qiyməti ya 4-dür, ya da 9-dur. İnşallah sonu 4 ilə qutaran bizdən soruşur AB ədədlərin sayını tap. İnşallah 4 ilə qutaran ədədlərin sayı nə qədərdir? 14-dür, 24-dür, bəli, 34-dür, 44-dür, 54, 64, 74 və 84, bir də 94. Bəli, bu ədədləri uşaqlar 5-ə bölsək, qalıqda ən böyük ədəd olacaq. Bir də sonu 9 ilə, bir də B-nin yenə uşaqlar 9 da yaza bilərik də. Və B-nin yenə 4 yox, 9 yazsaq, sonu 9 ilə qutaran ədədlərdə, sonu 9 ilə qutaran ədədlər 19, 29. Bu ədədləri də uşaqlar 5-ə bölündə yenə qalıqdan böyük ədəd alınır. 39, sonra 49, 59, 69, 79, 89 və 99. Bunu da bildik. Bizdən soruşur ki, 5-ə böldə ən böyük alanında bu şərt ödəyən neçə 2 rəqəmli ədəd var? Deməli, bütöv 2 rəqəmli ədədlərin sayını tapsaq, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 18-də 17. Bu daha doğrusu 17-ci sualdır. 17-də. Deməli, bu şərti ödəyən ədədlərimiz bunlardır. Və bizə də deyirdi axı, rəqəmləri fərqli olan 2 rəqəmli ədəd. Uşaqlar, rəqəmləri fərqli dediyinə görə 44 ola bilməz, rəqəmlər fərqli dediyinə görə 99 ola bilməz. Və ümumi bu şərti ödəyən qalıqda ən böyük 4 alan 2 rəqəmli ədədlərin sayı, 2 rəqəmli ədədlər bunlardır və bizdən bunların sayını soruşurlar. 1, 2, 3, 4, 5, 6, 7, 8, 8 ədədimiz buradadır. Bu 8 dənə ədəddir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 8 dənə ədədimiz də buradadır. Və bütövlükdə neçə dənə ədədimiz var? 16 dənə ədədimiz var. Yəni bu sualın cavabı olur uşaqlar 16. Deməli 17-nin cavabı 16-dır. Gəlin keçək növbəti suala. Bunu sildik. Bunu sildik. Keçdik növbəti sual. Uşaqlar növbəti sualda nə deyir? Deyir 18-də deyir ki, A, bir də B, A, B. Belə bir 6 rəqəmli ədədimiz var. Deyir, bu 6 rəqəmli ədədi 30-a tam bölünürsə, A-nın mümkün qiymətlərinin cəmini tapın. Sual. Əvvəla A-ları tapaq. Uşaqlar, əvvəla 30-a bölmə qaydası nədir? Daha doğrusu 30-u necə yazarıq? 30 nə deməkdir? 30-u 3 vuraq 10 kimi parçalasaq, deməli bu ədəd həm 3-ə bölünməlidir, həm 10-a bölünməlidir. Gəlin birinci 10-la başlayaq. 10-a bölmə qaydası nədir? Hökmən sonu 0-la qurtarmalı uşaqlar. Yəni bu ədədin sonu 0-la qurtarmırsa, 10-a bölünmürsə, deməli 30-a da bölünmür. Onda uşaqlar B-lərin yerinə aparıb 0 yazırıq. Olacaq A. Olacaq A. B-nin yerinə 0 yazsaq 0, bir də A, bir də 0. Oy. Bir də A, bir də 0. Bir də 0. İndi uşaqlar, B-ni tapdıq. B-nin qiyməti 0-dır. Bunu bildik. Apardı B-nin yerinə 0 yazdıq. Bəs A-nın yerinə yaza bilərik. Əsas A-lardır. Onda uşaqlar bu ədəd əgər 30-a tam bölünürsə, deməli
10'u yazsa yerdə qalır 3. Deməli A-nı yeni elə rəqəm yazmalıyıq ki, onsuz da bunun sonu 0-dır. 10'a tam bölünür. Yerdə qalır 3-ə bölmə qaydası. Məsələn A-nın yerinə 1 yazsaq, 1 yazsaq görək 1 alınırmı? 1 yazsaq, 3 dənə burada uşaqlar 4 dənə 1 var. 4 dənə A varsa elə bir 4 dənə 1-i toplayırsan. 4 dənə 1-i toplasaq 4, rəqəmlərin cəmi 4 3-ə bölünməz. 1-i almır. 2 yazsaq 4 dənə 2-nin cəmi 8 3-ə bölünməz. 3 yazsaq 4 dənə 3-ün cəmi. Uşaqlar 3 yazsaq A-nın yerinə 4 dənə 3-ün cəmini toplasaq 12-ni verir. 12 3-ə bölünür 3 alır. 4 yazsaq 4 dənə 3-ün cəmi 12-ni verir. Daha da 4 yazsaq 4 dənə 4-ün cəmi 16-nı verir. 16 3-ə bölünməz. 5 yazsaq 4 dənə 5-in cəmi 20-ni verir 3-ə bölünməz. 6 yazsaq 4 dənə 6-nın cəmi 24-ü verir alır. 24 3-ə bölünür. 4'ü 7'ye vursak 28 3'e bölünmez. 8 yazsak 8'i 4'e vur 32 alınmır. 9 yazsak 4'ü 9'a vursak yani 4 tane 9'un cəmi olur. 4 tane 9'un cəmi yani 4'ü 9'a vursak 36'nı verir. A'ların yine 9 yazsak bəli 36 3'e tam bölünür. Sonra 0'dır 10'a bölünür. Deməli 30'a da bölünür. Deməli 9'u alır. A'nın alabileceği mümkün qiymətlər 3, 6, 9 ise bizden soruşur bunların cəmini tap. Onda A'ların cəmi 3, 6, 9 toplasaq bizə verəcək 18'dir. Yəni elə 18'in cavabı uşaqlar elə 18'dir. Bu da oldu 18'in sualının cavabı. 18'də uşaqlar cavab deyən nə səhv yazdım mən 18'də 3, 6, 9 deyən görün. 4 dənə A var axı 36'dır 3'ə bölünür. 4 dənə 6 var 24'dür 3'ə bölünür. 3 dənə 4 var 12'dir 3'ə bölünür. 3, 6, 9'un cəmi 18 verir. 18'də cavab bu alınmadı. Dən görün niyə alınmır? 30 A-nın mümkün qiymətlərinin cəmini tapın. 18'də baxaq. Hə, sualda da səhvlik var. Vay. Sualda səhvlik var. Burada sual heç üzündən süni intellektdən vermişəm, sualı üzündən düzgün götürməyib. Gördüm mən bunu tez sürətdə deyim. Burada uşaqlar A yox. Burada 4-cü A-nın buradakı B-nin yerində uşaqlar 8'dir. Onda B-nin yerində 8'dirsə gəlin sürət deyək. Onsa B-si də 0'dır. B 0'dır. A-nın yerinə 1 yazsaq necə olacaq? 1 8 1'i toplasaq 4'ün üzərinə 8 gəlir 12 3'ə bölünür 1 alır. 2 yazsaq uşaqlar 2 8 2'ni toplasaq 4 dəfə 2'nin 8 8'in üstə 8 gəlir 16 onsuz da sonu 0'dır 10'a bölünür. Bir də lazım bir dənə 3. 3'ə bölünmək üçün A-nı yenə 2 yazsaq 4 dənə 2'nin cəmi 8 8'in üstə 8 gəlir 16 alınmır. 3 yazsaq görə rəqəmlərin cəmi 3'ə bölünməz. 3 yazsaq 4 dənə 3'ün cəmi 12 20 gəl 12 12 üstə 8 gəl rəqəmlərin cəmi 20 3'ə alınmayacaq. 4 yazsaq 4 dənə 4 toplasaq 16 16 üstə 8 gəl 24 alınır. 5 yazsaq 4 dənə 5'in 20 8 gəl 28 alınmayacaq. 4 dəfə 6'ın 24 A'ların yenə 6 yazsaq rəqəmlərin cəmi 32 eləyəcək alınmayacaq. 7 yazsaq 28 8 36 alınır. 8 yazsaq 8'i 5'ə vur 40 alınmayacaq. 9 yazsaq 4 dənə 9 topla 36 36'ın 8 gəl 44 bu da alınmayacaq. A'nın mümkün qiymətləri şu olar. Bunlardır. A'nın mümkün qiymətləri 1 4 7 isə bizdən A'nın mümkün qiymətlərinin cəmini soruşdu. Bu 1 4 7'nin də cəmi bizə verir 12. Yəni bu sualın cavabı oldu 12. 18'də cavab 12'dir. Keçək növbəti suala. Gəlin 20-ci suala baxaq. 20. 20'də deyir ki, 20'də. Deyir AB üstü xətt ədədini 9'a böldükdə qalıqda 5 alınır. Uşaqlar, sonra nə deyir? Deyir ABC ədədi, bu da 4 yoxdur. 9'a tam bölünürsə C-ni tap. Onda uşaqlar ABC ədədi 9'a tam bölünürsə C-ni tap. C bərabər suala. Uşaqlar, burada A-nın B-nin yerini hansı ədəd yazsaq 9'a bölsək qalıqda 5 eləyir. Gəl özümüzdən bir balaca bir ədəd yazaq. 14 yazsaq, bəli 14'ü AB-nin yerinə 14 yazsaq 14'ü bəli 9'a bölsək qismətdə 1 və 5 dənə də qalıq qalır. Onda AB-nin yerinə 14 yaza bilərik. Bəs C-nin yerinə nə yazsaq uşaqlar 9'a tam bölünər. 9'a bölmə qaydası rəqəmlərin cəmidir. 1 4 və C-nin də yerinə 4 yazsaq 1 4 4'ün cəmi 9'u verir. Rəqəmlərin cəmi 9'a böldüyündən görə C-nin qiyməti 4'dür. Cavab burada olacaq uşaqlar 4. Yəni 20-ci sualın cavabı oldu 4. Uşaqlar hansı ədəd yazırsınız yazın yenə C-nin qiyməti 4 olacaq.
20-də cavab 4-dür. İstəyirsiniz gəlin başqa ədədi yoxlayaq. Məsələn 2 dəfə 9-un 18, qalıqda 5 olduğuna görə 23 götürək. 23 yazsaq, bəli, 9-a böləndə 2 dəfə qalıqda 5 alınır. Bura 23 götürsək, AB 23-də rəqəmlərin cəmi 2 ilə 3-ün cəmi 5-dir. Yenə bura 4 yazmalıyıq ki, rəqəmlərin cəmi 9-u verilsin ki, 9-a tam bölünsün. C-nin qiyməti 4-dür. Bu oldu uşaqlar 20-ci sualın cavabı 4. Gəlin 22-yə baxaq. Bunu silək. Keçək 22-ci suala. 22-də nə deyir? 22-də deyir ki, x, y, 0, 6, 4 rəqəmli ədədini x, y ədədinə bölmə əməlindən, yəni x, y-ə bölmə əməlindən qismətdə deyir alınır. Qalıqda isə B alınırsa, AB hasilini deyə tapın sualı. Burada uşaqlar x, y-in yerinə hansı rəqəm yazırsınız yazın. Ürəyiniz hansı rəqəm istəyir yazın. Məsələn, x-in yerinə 1, y-in yerinə 2 yazaq. Olacaq 1206-nı 1-2-yə, yəni 12-yə bölsək 100 dəfə düşəcək. Qismət 100-dür. Qalıq olacaq 6. Və yaxud da x, y-in yerinə hansı rəqəm yazsan yaz. Yəni bu demək ki, uşaqlar x, y-ə böləndə 1 verir. Və arxada 2 dənə 0 qalır. Sondakı ilə bu 6 qalıqdır. Yəni və yaxud da x-in yerinə 2, y-in yerinə 3 yazaq. 2306-nı x, y-ə, yəni 23-ə bölsək, yenə bizə 100 dəfəni verəcək. Yenə qalıq 6 olacaq. Yenə uşaqlar A-nın qiyməti 100, B-nin qiyməti 6-dır. Eyni formada uşaqlar A-nın qiyməti 100, B-nin qiyməti 6-dırsa, bizdən nəyi soruşur? A vur B hasilini tap, cavab olacaq 600. Yəni bu sualın cavabı oldu 600. 22-də cavab 600-dür. Və 23 bunun oxşarıdır. Gəlin 24-cü suala baxaq. Bunu sildik. 24-də nə deyir? 24-də deyir ki, 2 natural ədədin cəmi, kitaba da baxım uşaqlar, sual üzündən səhv olmasın. 2 natural ədədin cəmi, bilmirik hansı ədədlərdir uşaqlar. 2 dənə natural ədəddir. Deyir, bu 2 natural ədədin cəmi 211-dir. Bunu gördük. Bu ədədlərdən böyüyünü kiçiyinə bölsək, yəni böyüyü kiçiyə bölsək, kiçiyinə böldükdə, natamam qismətdə 4. Qismətdə 4, 4. Qalıqda 1 alınır. Ədədlərdən ən böyüyünü tapın. Deməli, 2 natural ədədin cəmini 211-dir. Bu ədədlərdən 2 natural ədədin cəmi 211-dir. Bu ədədlərdən böyüyünü kiçiyə böldükdə, natamam qismətdə 4, qalıqda 1 alınır. Ədədlərdən böyüyünü tapın. Gəlin bunu belə götürək olar. Ədədimizin biri olsun x, bir də olsun y. Yəni x ilə y-i toplasaq 211-i verir. Yazaq. X ilə y-in cəmi 211-dir. Bunu yazdıq. Və nə deyir? Deyək ki, ədəd x y-dən deyək ki, böyükdür. X y-dən deyək ki, böyükdür. X-i uşaqlar ədədlərdən böyüyünü kiçiyinə bölsək, qismətdə 4, qalıqda 1 alınır. Biz də bilirik ki, bölünən, yəni böyük ədəd nəyə bərabər? Qismətə vururuq qalığa, üzərinə gəlib 1-i. Onda x-in yerinə aparıb, burada x-in yerinə bu 4y plus 1-i yazsaq, üzərinə gəl buradakı y bərabərdir 211, 4y, 1y qalacaq, olacaq 5y, 211 və bu 1-i sağa aparsaq mənfi 1-dir. Olacaq 5y bərabərdir 200-ə və y-in qiyməti də oldu 40. 200-ü 5-ə böləndə 40. Uşaqlar y-in qiyməti 40-dırsa, 4-ü 40-a vuranda 160, bir də gəl 161. Deməli, ədədlərdən kiçiyi 40-dır, böyüyü 161-dir. Bir də nəyə soruşur? Ədədlərdən böyüyünü tap. Ədədlərdən böyüyü olacaq 160, deməli 20 sən sualdır bu, 24. Bəli, 24-də cavab 161. Deməli, 24-ün cavabı, dəqiq nəyə səhv yazdım? X ilə y-in cəmi də 211-dir. Bunu bildik. Böldükdə natamam qismətdə 1, natamam qismətə böldək, qismətdə deyil 4, qalıqda 1 alınır, ədədlərdən deyil böyüyünü tapın. İnşallah burada hesablama səhvlədik. 211-dən 1-i çıxanda 210-u verir. 210-u da bu 5-ə böləndə, baxın, 210-u da 5-ə bölsək, bir də verəcək 42-ni. Onda x-in qiyməti 42-dirmi? Bəli, 42. 42 oldu. X-in qiyməti oldu 42. Onda y-in qiyməti oldu uşaqlar 42. Deməli 210-u 5-ə bölsə y-in qiyməti 42-dir. Aparıb burada y-in yerinə 40 yox 42 yazsaq, 42-ni 4 x-in qiyməti nə olacaq? 42-ni 4-ə vursaq, 42-ni 4-ə vurub üzərinə 1 gəlsək, 816, üzərinə də 1 gəlsək, x-in qiyməti olacaq 169. Demək uşaqlar, ədədlərdən biri 42-dir, biri də 169-dur. Yəni y-in qiyməti 42,
X-in qiyməti 169 ise bizdən nəyi soruşur da? Bu ədədlərdən böyüyünü tapın. Hansı böyükdür? 169 böyükdür. Onda bunun cavabı olacaq 169. Bu da olmuş olar 24-ün cavabı. 24-ün cavabı 169. Keçək 25'e baxaq. 25'e bunu sildik. 25'te görək bizdən nə istəyir? Uşaqlar 25'in sualda nə deyir? 25'te deyir ki 9 n'in kubu bərabərdir m 0 8 7 olarsa m'in hasilini tapın sualı. Uşaqlar bizə nə lazımdır? 9'u sonu nə ilə qutaran ədədə vursaq sonu 7'ni verəcək. Deməli biz bilirik ki 9'u sonu 3 ilə qutaran ədədə vursaq bizə sonu 7 ilə qutaran ədədi verir. Deməli n kubunun sonu 3 ilə qutarmalıdır uşaqlar. İndi baxaq, hansı ədədin kubunun sonu 3 ilə qutarır? N'in yerinə 1 yazsaq, 1'in kubu 1'dir. N'in yerinə 2 yazsaq, 2'nin kubu 8'dir. N'in yerinə 3 yazsaq, 3'ün kubu 27'dir. Almayadıq. Yəni bu ardıcıqla yazsaq, N'in yerinə 7 yazsaq, bəli, 7'nin kubu 343'ü verəcək. Deməli, N'in burada uşaqlar qiyməti 7'dir. Bunu bildik, saxladıq. İndi baxın, APAB yerinə yazsaq, 9 vuraq 7'nin kubu, yəni N'in qiyməti 7'dir uşaqlar. 9'u 7'nin kubuna, yəni 343'e vursaq, bizə nə verəcək? 7 yazırıq 2 yadda, 36 2 yadda, 38 8 yazırıq 3 yadda, 9'u 3'e vur 27, 9'u 3'e vur 27, 3 də yadda 30. Deməli, baxdıq ki, ödəyir. Bəli, 9'u yəni 9'u uşaqlar 7'nin kubu, n kubunun yerində 343 olmalıdır. 343'e vursaq, deməli 3, 0, 8, 7 olur. Deməli, bax, görsənir ki, buradan m'in yerində 3'dür. M'in də yerində uşaqlar 3'dürsə, bizdən m'in hasilini soruşur. Yəni 3'ü 7'yə vur, cavabın olacaq 21. Uşaqlar 3'ü 7'yə vursaq, cavab 21 verirsə, m'in hasilinin qiyməti 21'dir. Bu da oldu 25'in sualının cavabı 21. Gəlin 26'ya baxaq, bunu silək. 26'da görək bizdən nə istəyir? Deməli, 26'ın suala baxdıq. Uşaqlar 26'da nə deyir? 26'da deyir ki 7'yə böldükdə qalıqda 4 alınan ədədlər. Deməli 7'yə böldükdə qalan 4 alınan ədədlər 3'ə tam bölünürsə bu şərti ödəyən iki rəqəmli ədədlərdən ən böyüyü ilə ən kiçiyin cəmini tapın. Uşaqlar 7'yə böləndə qalıqda 4 alınan 7'yə böldükdə qalıqda 4 alınan ədədlər 3'ə tam bölünürsə bu şərti ödəyən iki rəqəmdən ən böyüyü ilə ən kiçiyin cəmi. Deməli 7'yə böldükdə qalıqda 4 alınan ədədlər. Uşaqlar ən kiçik ədədimiz 11'dir. Yəni 11'i 7'yə böləndə bəli qalıqda 4 alınır. 11'in üzərinə 7 gəlsək olur 18'i verəcək. Bəli, 18'i də 7'yə bölsək, yəni hər hansı bir ədəddir. Həmin ədədi 7'yə bölsək, qalıqda 4 alınır. Qisməti məsələn uşaqlar 1 götürsək, 7'ni 1'ə vursaq 7 4 gəlsək 11. Deməli ən kiçiyi 11'dir. Qisməti 2 yazsaq, X'in qiyməti nə olacaq? 7'ni 2'yə vur 14, 4 gəl 18 verdi. Yəni 7 artır. Bəli, 18'in üzrə 7 gəl 25, 25 də 7'yə bölsək 3 dəfə 21 qalıqda 4 alınır. 7 gəl 32, 7 gəl 39, 7 gəl 46, 7 gəl 53, 7 gəl 60, 67, 74, 7 gəl 81, 7 gəl 88, 7 gəl 95 bu formada gedir. Bizdən soruşur bu şərti ödəyən iki rəqəmli ədədlər. Deməli 7'yə böldükdə qalıqda 4 alınan 3'ə tam bölünürsə bu şərti ödəyən iki rəqəmli ədədlərdən uşaqlar iki rəqəmli ədədlər olanı bunlardır. Şərtdə deyir axı 7'yə böldükdə qalıqda 4 alınan ədədlər bunlardır. Amma deyir həmin ədədlər nəyə tam bölünməlidir? Deməli 7'yə bölündə qalıqda 4 alınan ədədlər bunlardır və həmin ədədlər 3'ə tam bölünürsə deməli bu ədədlərin içindən 3'ə tam bölünəni seçməliyik ki, həmin şərtlər ödəyən olsun. Məsələn, bu ədədlərin içindən 3'ə tam bölünən ədəd 18'dir, 32'dir. 3'ə tam bölünən ədəd 60'dır. 3'ə tam bölünən ədəd 81'dir. 3'ə tam bölünən ədəd 81. Deməli uşaqlar, bu iki rəqəmli ədədlərdən ən kiçik və ən böyüyünün cəmini tapın. Baxırıq ki, ən kiçik qiymət 18'dir. Bu şərti ödəyən ən böyük qiymət də 81'dir. Və ən böyüyünün cəmini tap deyilsə uşaqlar, ən böyüyünün cəmini tap deyilsə, ən kiçiyi ilə ən böyüyünün cəmini tap deyilsə, 18 ilə də 81'i toplasaq bizə verəcək 99. Yəni bu sualın cavabı olur uşaqlar
99. 26'da cavab oldu 99. Keçək 27-ci suala baxaq. 27'də nə deyir? 27 deyir ki, m ədədi 7-yə böldükdə ifadə quraq. M ədədini 7-yə böldükdə qalıqda 6 alınır. Bəs deyir m kubu üzərinə gəlir 3m üzərinə gəlir 7 ədədini 7-yə bölsək qalıqda neçə alınır? Sual. Uşaqlar, burada artıq özümüzdən aparıb qiymətlər yazmalıyıq. Məsələn, qismətimiz ən kiçik qismət 1 götürsə, 7-ni 1-ə vur, 7, 6 gəl 13. Deməli, biz m-in yerinə 13 yaza bilərik. Всё. Onda m-in qiyməti 13-dürsə, 13-ü bəli 7-yə böləndə bir dəfə qalıqda 6 alınır. Onda bu ifadədə aparıb m-in yerinə 13 yazsaq, cavab doğru çıxacaq. M-in yerinə 13 yazsaq, 13-ün burada kub diyorsa kvadrat uşaqlar. Burada hərf səhvidir bu. Burada 27'nin də kvadratdır bu. Kvadratdır. M-in yerinə aparıb 13 yazsaq, 13'ün kvadratı üzərinə gəl, 13 vuraq. Yəni m-i vururuq 3-ə, 3'ü vururuq 13'ə, 13'ü vurduq 3'ə, üzərinə 7 gəldi, böldü 7'yə. Şolar 13'ün kvadratı 169, üzərinə gəl 39, üzərinə gəl 7. Bu da bizə verəcək 208 üstə gəl 7, 7. 215'i verəcək şolar. 215'i də 7'yə bölsək 30 dəfə düşəcək, qalıqda 5 olacaq. Yəni bu sualın cavabı olur uşaqlar 28'də cavab 5'dir. Deyə bilərsiniz ki, müəllim m-in yerinə biz 13 yazıq alınır. Başqa ədədlər yazsaq alınırmı? Bəli, burada m-in yerinə yuxarıdakı bu şərti ödəyən m-in yerinə nə yazsan ya doğrudursa, aşağıdakı bu ifadəni də m-in yerinə həmin ədəd yazsaq cavab yenə doğru çıxacaq. Və ya da qisməti 2 götürsək, 7-ni 2-yə vur 14. 14'ün üstü 6 gəl 20. M-in yerinə 20 yazsaq uşaqlar yenə daha cavab doğru olacaq. 20 bəli 7-yə böləndə 2 dəfə qalıq 6 alınır. Yuxarıda şərt ödəyirsə aşağıda şərt ödəməlidir. Məsələn burada m-in yerinə 20 yaz, 20'nin kvadratı 400. 3'ü 20'yə vur 60. Üstə 7 gəl. Görək 7'yə bölək 467'ni uşaqlar 7'yə böləndə görək qalıqda həqiqətən 5 olurmu? 46'ın içində 7, 6 dəfə 7'nin 42 eləyir. 47'nin də içində 7, 47'nin də içində 7. 47'nin də içində 7, yenə 6 dəfə 42, yenə qalıq 5 olur. Yəni m yerinə hansı ədəd yazsaq yuxarıda şərt ödəyirsə aşağıda şərt ödəməlidir. Burada uşaqlar 28'də cavab oldu 5. Bu 28 deyir axı. Bu üzr istəyirəm, bu 28 deyil. Bu 27'nin cavabı 5'dir. 27'nin cavabı 5'dir. 27'nin cavabı 5'dir və 28 də bunun oxşarıdır. Keçək 29-cu suala baxaq. Uşaqlar 29'da nə deyir? 29'da deyir ki, n ədədini 28 oxşardır. Bəli. Deyir 29'da deyir n ədədini m kubu ədədinə bölsək. M kubu ədədinə bölsək, natamam qismətdə 2 və qalıqda isə 31 alınır. Bizə nə soruşur? N'in ən kiçik qiymətinin rəqəmlərini cəmini tapır. Yəni birinci n'in ən kiçik qiymətini tapır. Uşaqlar biz bilirik ki, hər zaman bölən qalıqdan böyük olmalıdır. Yəni m kubu nədən böyük olmalıdır? Qalıqdan. Yəni 31'dən. Bu qaydadır. Bölən hər zaman qalıqdan böyük olmalıdır. Və bir dənə də qayda var ki, bölünən n nəyə bərabərdir? Bölünəni vururuq qismətə. Yəni 2'ni vururuq m kubuna, üzərinə gəlir qalığı 31. Və bizdən n'in ən kiçik qiymətini deyirsə uşaqlar, n'in ən kiçik qiymətini deyirsə, onda bu n'in ən kiçik olması üçün buradakı m nə olmalıdır? Ən kiçik. İndi baxaq görək. M-in ən kiçik qiyməti neçədir? Kubu 31'dən böyüksə uşaqlar, bu məsələn m-i yenə 3 yazsaq, 3'ün kubu 27'dir. 27 31'dən böyük deyil. Onda m 3 ala bilmir ən kiçik qiyməti. M-i yenə ən kiçik 4 yazsaq, 4'ün kubu 64'ü verir. Bəli, 64 31'dən böyükdür. Deməli m-in ən kiçik qiyməti uşaqlar 4'dür. Onda m-i yenə aparıb ən kiçik qiymət 4 yazsaq, 2 vuraq 4'ün kubu üzərinə gəl 31. Bu cavabda olacaq ən kiçik qiymət. M ən kiçik olanda n-dən kiçikdir. 2 vuraq uşaqlar 4'ü 4'ə vur 16, 4'ə vuranda 64, üzərinə gəl 31. 64'ü 2'yə vursaq 128, üzərinə 31 gəlsə bizə verəcək 159. Uşaqlar n'in ən kiçik qiyməti 59'dursa, bizdən nə soruşur? N'in ən kiçik qiyməti 159 olduğuna görə bizdən rəqəmlərin cəmini soruşur. N'in ən kiçik şərtə baxın. N'in ən kiçik qiymətinin rəqəmlərinin cəmini tap. N'in ən kiçik qiyməti budursa, bunda rəqəmlərinin cəmi bizə nə verəcək? 15'i verəcək. Yəni bu sualın cavabı oldu uşaqlar 15. Bu oldu 29'un cavabı 15'dir. Sonra 30 da bunun oxşarıdır.
30 bunun oxşarıdır. Gəlin 31-ə baxaq. 31-də görək bizdən nə istəyir? 31-də. Uşaqlar 31-də deyir ki, bu ədədlərini 4-ə bölsək, 402 75 CD ədədlərini 4-ə böldükdə hər ikisi 2 ədədi 4-ə bölsə qalıqda 3 alınır. Bu ifadənin ən böyük qiymətini tapın. Uşaqlar baxın. 402 AB ədədini də 4-ə bölsək, bir də 75 CD ədədini də yenə 4-ə bölsək, bu iki ədədlərin hər birini 4-ə bölsə qalıqda 3 alınır. Yəni burada da qalıqda 3 alınır və bu ədəd də 4-ə bölsək yenə qalıqda 3 alınır. Bizə deyir ki, A ilə B-nin cəmi bölək, C ilə D-nin cəminin ən böyük qiymətini tap. Uşaqlar, kəsir nə zaman ən böyük olur? Sürət ən böyük, məxrəc ən kiçik olandır. Deməli, bunların cəmi ən böyük olmalıdır. Bu cəmdə ən kiçik olmalı ki, ən böyük ədədi ən kiçik böləndə ən böyük versin. Uşaqlar, burada A ilə B-nin yerinə bir də 4-ə bölmə qaydası nədir? 4-ə bölmə qaydası son 2 rəqəminə baxırıq. Son 2 rəqəm. Son 2 rəqəmi 4-ə bölünürsə, həmin ədəd 4-ə bölünür. Uşaqlar, A ilə B-nin cəmi ən böyük olması üçün son 2 rəqəmi 4-ə bölünən hansı ədəd yaza bilərik ki, cəm ən böyük olsun? Məsələn, 96 bəli 4-ə bölünür. Ümumiyyətlə 100 4-ə bölünür. Amma AB 2 rəqəmli olduğuna görə 100 yox. 100-dən 6-nı çıxsaq, 100-dən 4-ü çıxsaq 96-nı verəcək. Bəli, A ilə B-nin ən böyük qiyməti 96-dır. Yəni, sonu 96 ilə qutaran ədədlər 4-ə bölünür. Onda A ilə B-nin ən böyük qiyməti olur 9 ilə 6. Yəni, 9 ilə 6-nı topla. Sürətdə olacaq 9 + 6. Bəs C ilə D-nin ən kiçik qiyməti nədir uşaqlar? Baxın, sonu 0 0 ilə qutaran ədədlər bizə ən kiçik lazımdır. Sonu 0 0 ilə qutaran ədədlər 4-ə bəli bölünür. Amma qalıqda 3 alınır. Onda biz bura 0 3 götürsək, C ilə D-nin cəmi bizə verəcək 3-ü. Yəni 0 ilə 3-ün cəmi 3-ü verəcək. Amma bir şey var. Burada nə olur? Bəs sonu 0 8 ilə qutaran ədəddə 4-ə bölünür. Bəs 0 8-in üzərinə 3 gəlsək 11-i verəcək. Deməli, C ilə D-nin yerinə, bax yuxarını silək. Deməli, C ilə D-nin yerinə 0,8 yazsaq, bəli, 4-ə bölünür. Amma qalıqda 3 dediyinə görə 11 götürə bilərik. Bəs C ilə D-nin yerinə 1-1 yazsaq, sonu 1-1 ilə qutaran da 4-ə bölsək, 0,8 4-ə bölünür, yenə qalıqda 3 alınır. Deməli, 1-1-i də ödəyir. Onda C ilə D-nin yerinə 1-1 yazsaq, cəmi 2 verəcək. Deməli, C ilə D-nin cəminin ən kiçik olması üçün cəmi 3 ən kiçik deyil, axı, ən kiçik 2-ni ala bilir. Onda C ilə D-nin cəminin ən kiçik qiyməti uşaqlar 1-1-dir. Onda C ilə D-nin ən kiçik qiyməti 1 ilə 1-in cəmi, yəni 2-dir. Burada olacaq 15, burada olacaq 2. Düzmü yazdıq? Uşaqlar, burada A ilə B-ni səhv yazdıq. 96 bəli 4-ə tam bölünür. Amma qalıqda 3 dediyinə görə 96-nı 3-ə gəlsək 99-u verəcək. Deməli, burada A ilə B-nin yerinə 99 yazmalıyıq ki, 99-u 4-ə böləndə 2 dəfə 99-a böləndə 96 tam bölünür, 3 qalıq qalır. Deməli, A ilə B-nin ən böyük qiyməti 9-9-dur. Onda bura 9-9 yazırıq. C ilə D-nin cəmi də ən kiçik qiyməti 1-dən 1-dir. Yəni 9 ilə 9 toplasaq 18, 18 də 2-yə bölsək, bu ifadənin ən böyük qiyməti olacaq 9. Bizdə nə deyir? Deyir, bu cəmin ən böyük qiyməti neçədir olar? 9-dur. Yəni 31-ci sualın cavabı oldu 9. Deməli, bu da oldu 31-in cavabı 9 və 32 də bunun oxşarıdır. Deməli, uşaqlar, bu da oldu natural ədədlərin 3-cü bölmənin izahı. Sağ olun, hələlik.